İnsan öz batinin dünyada əməlləri ilə düzəldir. İnsandır ki, batini ilə bəzi vaxtlar zahir uzlaşmır. Görürsən, batin bir başqadır, zahir bir başqadır. Zahir mələkdir, batin şeytandır. Zahir mələkdir. Amma daha bərzəxdə belə bir şey yoxdur, narahat olmuyor. Bərzəxdə yaxşı ilə oturacaq, pis-pislə. Daha pisin yaxşının yanında nə işi var, yaxşının pisin yanında nə işi var. İnsandır ki, batini ilə bəzi vaxtlar zahiri uzlaşmır. Batinlə zahir uzlaşmır. Heç üzr istəyirəm bu ifadəyə görə. Heç heyvanda belə deyil. Heyvanın batini də, zahiri də eynidir. Canavarın batini də canavardır, zahiri də canavar. Canavar, baxırsan ona, onun batini nədir? Yırtıcılıq. Hələ həqiqətdə də elədir, yırtıcıdır. Yaxın durmada yırtaram səni. Öldürürəm səni. Batini də odur, zahiri də odur. Daha canavarın batini, canavar, zahiri qoyun deyil ki, üzr istəyirəm. Batini və zahiri canavardır da bunu. Tülkünün batini zahiri eynidir. Hətta insan diqqətlə baxsa, onun batini xüsusiyyətlərini zahirdə oxuya bilər. Məsələn, at vəfalı heyvandır. Hələ onun deyirlər, üzünə baxanda diqqətlə, üzündə olan cizgilərə baxanda o vəfalılığı oxuya bilərsən. Tülküyə də baxanda hiləgərliyi. Bilirsiniz, tülkü o qədər hiləgərdir, deyirlər, elə ki acıdır, yıxır özün yerə. Yıxırcı öldü. Ki quş gəlsin bunu yesin. Yırtıcı quşlar gəlib yemir. Deyir, yıxır özün yerə ki quş gəlsin bunu yesin. O hətta hiləgərdir ki, nəfəs alanda qarın qabağa gedir, arxaya gedir, diyandırır nəfəsində. Bu dəqiq məlumatdır. Diyandırır. Quş gəlir bunu elə bilir ölüb, yaxınlaşır ki bunu yesin. Tez tutur onu yiyir, o yiyir. Bu hiləgərdir. Bunun zahiri də odur, batini də odur. İndi quş başa düşmür oraya. İnsan bunu başa düşür bu nəticədir. Amma yeganə insandır ki, görürsən, batinlə zahir üst-üstə düşmür. Batin başqa bir şey, zahir bir başqa bir şey. Məsciddə bir başqa cürdür. Nur tökülür üzündən. Baxırsan, ləzzət alırsan. Çox danışmışıq bunlar haqqında. Evdə bir başqa cürdür sağlığı var. Evdə o nur gəlmir üzündən. Başqa cürdür. Görürsən, zahirlə batin düşmür sizdə. Hünər budur, insanın batini elə zahiri kimi ola, zahiri batini kimi ola. İnsan nədir, elə o da ola. Nə o cür nə olar? Bu çox mühüm məsələlərdəndir. Yəni, insan diqqətli olar. O da Allah Taala bəzi insanlara deyir, Ulaikə kəl-ən'am, bəzi insanlar heyvan kimidir. Allah təhqir eləmir, həqiqəti deyir. Çünki Allah insana baxanda zahiri görkəmə baxmır, buna baxmır. Allah sənin mənim qəlbimizə baxır. Görün bunun qəlbi necədir? Qəlbimizə baxır Allah Taala bizə. Qəlbi gözəldir yoxsa yox? Baxır kiminsə qəlbinə görə heyvandır. Deyir, Ulaikə kəl-ən'am. Bəzi insanlar heyvan kimidir. Özə deyir heyvan kimi, yəni hələ heyvan olmayıb. O bir arxasıca deyir, bəlhu məsəl. Keçdi o tərəfə, heyvandan da pisdir. Yəni, ayənin mənası var. Heyvan kimi idi, hələ heyvan olmamışdı. Heyvan da oldu, heyvan da keçdi. Mənası budur. Heyvan da bunun yanı bir şey deyil. Bəzi insanlar heyvandan pisdir. Həqiqət budur. Qəlbində zərrə rəhim yoxdur. Zərrə rəhim yoxdur. Bəzi insanlara Allah deyir, kəl-hicərə, qəlbləri daş kimidir. Əv əşəddu qasva. Daşdan da qəsavətlidir bunların qəlbləri. Daşdan da qəsavətlidir. Daşdan heç olmasa hərdən deyir, Quran ayəsi deyir, aralanır, su çıxır. Bunun qəlbindən yox, qəlbi qəsavət bağlayıb. Məzlum görəndə ürəyi ağrımır. Bir dənə sualdır ya bu. Mən məzlum görəndə niyə ürəyim ağrımasın ki? O qədər vəhşiləşir insan ki, nəinki məzlum görməyəndə, görəndə ürəyi ağrımır, məzluma əziyyət də verir. İnsandır, həmən insan. Allah ona görə deyir, bəzi insanlar heyvan kimidir, bəzi insanlar heyvandan da pisdir. İkinci mərhələni bu ayda demir amma. Heyvan qaldı axı. Heyvan qaldı. Onu da İmam Səccad əleyhissalam izah eləyir. Deyir, ilahi və Rəbbi, ilahi və Rəbbim. Deyir, ya Rəbbəl aləmin. Nə yaxşı ki, sən mənə neymətlərimi tanıtdırdın. Nə yaxşı neymətlərimi tanıtdırmısan mənə. Nə yaxşı neymətlər və şükür eləməyin yolunu öyrətmirsən mənə.
Əgər mən şükür eləməsəydim, heç olmasa bir dənə dilimdən deməsəydim, şükür Allahım sənə. Ağa deyir, əgər bir insan bunu eləməsəydi, heyvan olardı. İnsana tərifi belə verir. İnsan yəni həmd eləyən, təşəkkür eləyən Allaha. İnsan təşəkkür eləməsə deyir, yox, insan deyil, gələk təşəkkür eləyək. Allaha deyir, şükür olsun sənə ya Rəbbəl aləmin. Ömür verdin, həyat verdin, nəfəs verdin. Bunların hamısını sən mənə verdin. İmam Səccad orta mərhələdən danışır. Və insanın əsas o batinidir. İmam Kazım əleyhissalam deyir, əlində bir dənə dür var, dür. Dür yəni bahalı qaşdaşa deyərlər də. İndi deyir, cəmaat yığışıb, bütün dünya yığışıb, deyir, bu əlindəki dür deyil. Bir dənə puç, qozdur. Yəni qozdur bu əlindəki, dür deyil. Deyir, narahat olma, əlindəki dürdür də onsuz. Qoy düşsünlər. Dünya mı yığışsın? Bunun sənə nə ziyanı var? Onsuz da dürdür. Dürün də qiymətin dürü tanıyan bilər. Narahat olma. Deyir, amma indi əlində bir dənə puç, qoz var. Dünya hamı yığışıb deyir, bu dürdür. Aldadırlar səni, dür deyil. Boşdur içi. İndi bir insanı dünya tərifləyir, hamı tərifləyir, çox imanlıdır, çox təqvalıdır. Üzündən nur yağır, amma bu ki özünü tanıyır, gələk aldanmasın o sözlərə. Biz ki özümüzü tanıyırıq ayrı-ayrılıqda, mən nə qədər günah edirəm gün ərzində, nə işlər görürəm, nə fikirlər fikirləşirəm. Tək olanda nə fikirlər fikirləşirəm, çöldə olanda nə fikirlər fikirləşirəm, evdə olanda nə cürəm, çöldə olanda nə cürəm, mən ki bilirəm ki mən. Hə, hamı məni tərifləsin, xeyri yoxdur təriflərin. Zərrə mənası yoxdur təriflərin. Və bərzəx aləmində o batinə baxıb qiymət vericilə. Daha orada heç kəs aldada bilməz. Daha bərzəxdə bunu istəyirdim deyim sizə ki, batin eyni zahir olur. Zahir batini örtə bilmir, örtbastır eləyə bilmir. Mənim içim nədir o canlanır orada, qutardı getdi. Məsələ bitdi. Ölən kimi batin çıxır üzə. Qutardı, budur. Bundan başqa bir şey deyil. Daha orada insan yalan danışa bilməz, mən belə deyiləm, amma mən yaxşı insanam. Orada bunu deyə bilmir. Çünki yaxşı, pis görsənir açıq-aşkar. O insan deyə bilər ki, gizlindir. Daha orada gizlin yoxdur, hər şey aşkardır. Aldada bilmir insan özünü, kimdir? Orada daha, deyə sən busan, heç sual da vermirlər, deyə sən busan. Elə bir nəfər maşın satır. Maşında bir dəfə qəzaya uğrayıb. Əzilib, bu qəşəng düzəltdirib, dəmirçiyə gedib düzəltdirib, rəngləyib, bir nəfər də gəldi, müştəri başı çıxmır. Baxır, deyir, bu maşının vuruğu var. Deyir, görmürsən, qəttəsədir. İstəyirsən gedək, dəmirçiyə də göstərir. Öz tanışını da yanına aparır, dəmirçi də bunun dostudur, məsələn. Ona da göz qaş edir, demə ya, axırı sənə də pul verəcəm. O da deyir, narahat olma, maşın yerində. Burada aldatdı bunu, düz deyil. Bu da bilmir axı nədir. Amma indi həmən maşını gəlir, bir dənə dəmirçi alır, özü alır maşın düzəldən. Heç o soruşmur, bunun vuruğu var yoxsa yox. Baxır maşına diqqətlə, deyir, bunu hara vurmuşsan? Niyə? Çünki o onu görür. Daha buna soruşmaq lazım deyil. Orada mələklər bizi elə görəcəklər. Daha sual verməyə ehtiyac yoxdur. Mən buyam, qutardı getdi. Ay, mən aldadım özümü, nəyə aldadıram? Hər şey zahirdir. Hər şey görsənir. Hər şey göz qabağındadır. Orada daha bəsirət aləmidir. Hər şey göz qabağındadır. Aldatmaq mümkün deyil. Bu dünyada aldatmaq da bitdi. Daha nə vaxt deyəcəksən, insan 70 ildir yalandan yaşayır. Nəticə də çıxartmır. Aldadır özünü. 70 ildir quyu qazır bu. 80 ildir. Da orada quyu qaza bilmərsən. Orada gedirsən, görürsən ki, burada ki qazımışdı, elə özü üçün qazılmış. Hədisdir bu. Başqasına quyu qazan özü düşər, hədisdir bu. Həqiqət belədir. Heç kəsə quyu qaza bilməz bu dünyada. Yalan deyir. Kim ki quyu qazıb, özü üçün qazıb. O çuxur ona aiddir. Orada gəlib özü düşəcək. Bunlar belədir. Orada belədir. Orada görürsən kim kimdir, qutardı. Orada kim kimdir. Və burada da mümkündür bəzi insanlar o qədər təcrübəli olsun ki, indi bəsirət gözü də açılmayanda bilsin bu kimdir. Qabağındakı ki, yaxınlaşır, buna suallar verir, başa düşür bu kimdir. Allah müəyyən qədər ki, buna az da olsa bəsirət verib, təcrübəsi var, bilir bu kimdir, nə niyyətlə yaxınlaşıb. Bu ki, sual verir, birinci sualı verir.
ikinci sualı verir. Beşinci sual ki var, bu 4 dənə sualı o 5'e göre verir. O 5. sualın cevabını alsın. Ortada 4 dənə elə belə sual verir ki, 5. sualın cevabını alsın. Bu elə bilir ki, qabağındakı başa düşmür nə var nə yox. O da elə 4 dənə sualın cavabını verəcək, 5. sualın cavabını verməyəcək. Narahat olma. O bilir nə var nə yox. Çox görüb. Sən ola bilsin təzə gəlmirsən, amma bu belə şeylər çox görüb. Aldıda bilmərsən. Allah müəyyən qədər ki, bəsilət verir, bilir. İnsan belədir də. Görsən, öz sahəsində tanıyır qarşı tərəfi kimdir. Öz sahəsində. Məsələn, deyirəm, görsən bir nəfər cavan gəldi. Bizə çox yaxınlaşıb belə deyərlər, dua ilə, mənə də görə yoxdur, sizin aminlərinizə görə. Bir nəfər cavan, 23 yaşında məsələn oğlan gəldi. Mənim bir dənə böyük müşkülüm var, xahiş edirəm dua elə. Məsələn. Təxminən deyirəm ki, 70% bilirsən ki, bunun müşkülü nədir? Cavandırsa, subaydırsa, bunun ən böyük müşkülü budur. İndi gedib bir dənə xanım istəyir, atası vermir məsələn. Ya məsələn, indi istəyir ailə qursun, tapa bilmir bir dənə xanım. Təxminən bilirsən. Çünki daha işin bu olub. Hələ oturmuşsan, insanlarla ünsiyyətdə olmuşsan, bilirsən nə var nə yox. Allah müəyyən qədər göstərir. Allah müəyyən qədər çatdırır insanlara. Ayıq-sayıqlıq olsa insan müəyyən qədər görər. Və bu bəsirət, bu batini görmək yalnız ora aid deyil. Dedim, bu dünyada da elə insanlar var, görür. Məsumlar ki, mütləq görürdülər, arxayın olun. Məsum imamlarımız görürdülər. İmam Baqir əleyhissalam evdə əyləşib, bir dənə qapısı döyüldü, qapının o tərəfi, o oturub bu tərəfdə, bir nəfər qapısını döydü, kənizin göndərdi. Get qapını aç. Kəniz gəldi, xanım gəldi, qapını açdı, bağışlayız məni bu ifadəyə görə. O tərəfdə idi ki, imam onu görmürdü, o imamı görmürdü, bir dənə günah elədi. Da keçdim üstündən də, üzr istəyirəm sizdən. Günah eləyəndə İmam qayıtdı, dedi, udxullahum mələk. Daxil ol içəri, təhqir elə da onu. Bu deyib, başa düşdü ki, imam bunu görür. Arxasızın imam qayıtdı, bir dənə söz dedi. Dedi, لَاِنْ زَنَنْتُمْ أَنَّ هَذَا الْجِدَارِ تَحْجُبُ أَبَصَارَنَا كَمَا تَحْجُبُ أَبَصَارَكُمْ. Sən ki günah elədin, bizim aramızda bu divar var idi, maniyə. Sən elə bilirdin, bu divarın o tərəfini mən görmürəm. Sən görmürdün bu izi, elə bilirdin mən də sənin kimi. Bizim üçün divar yoxdur ki. Əgər belə olsaydı, mən də sənin kimi görməsəydim, və izən la fərqə beynəna və beynəkum, onda sizlə bizim aramızda nə fərq oldu? Sən də divarın bu üzünü görmürsən, mən də görmürəm. Yox, mən divarın o üzünü görürəm. Kim nədir, kim kimdir? Siz görmürsünüz, biz görmürük. Ağat edin. Dövrün imamı bizim hamımızı qəşəng tanır. Dövrümüzün imamı. Bilir mən kiməm. Təsəvvür etsən də. Mən kiməm? Mən əlimi açıram, dua edirəm, yalvarıram, imama təvəssül eləyirəm. Bilir mən kiməm. Odur ki, təvəssül eləməmişdən qabaq, dua eləməmişdən qabaq, üzrxahlıq eləyək Allahdan gələk, yalvaraq Allaha. Allah bizi paklaşdır, ondan sonra əlimizi açaq o dərgaha. Gün ərzində nə qədər insan günah edir. Amma məsum onu tanıyır. Məsum bilir nə var ya. Allah sənə and verirəm izzəti və cəlalı və kərəmi və rəhməti və məhəbbəti və mərhəməti və ilahi və Rəbbim, bu əllər ki sənin dərgahıva qaldırmışıq, əvvəl duamız budur. İmam zamanımızı salamat elə.